Avtomobil qaynadır. Görürsüz. Şkala keçir, görürsüz. Getdiyimiz yerdə qaynadır avtomobil. Bu avtomobillərin qardaşı qaynatma barədə bildiyiniz kimi adı çıxır. Səbəbi də ki, bizim bəzi geydirmə detallara görədir. Müəyyən qardaş, bu termostatı neçə almışsan? Bunu 80 manat. 80 manata qardaş alıb qoyub üstünə. Düzəlməyib, təzdən cəb birini də alıb, o neçə almışdı? 150 manat. Yenə yəni ikisi də firma termostat olub, geydirmə olub. Bunun sırf orijinalı qardaşlar, bax GM kodu ilə olur. Yəni GM znakı ilə termostatdır. O da bizdən mövcuddur. Bunu qoyuram qardaş, zəmanətdə verirəm. Yəni deməyim odur ki, gedib belə şeyləri alıb 2-3 dəfə xərcə düşüncə, bir dəfə orijinal, normal alıb qoyursunuz, ondan qat-qat az xərc çəkmiş olursunuz və bilirsiniz ki, avtomobiliniz düzəldi, qaynatmır. İndi hal-hazırda onu yenisi ilə əvəz eləyəcəyik. Qaynatma problemi də aradan qalxacaq. Deməyim odur ki, qaynatmanın ən böyük səbəbi keyfiyyətsiz detallardır. Maksimum çalışın ki, keyfiyyətli detallardan istifadə edin, avtomobilinizdə qaynatma problemləri baş verməsin.